keçirik. İkinci hissə. Dedik ki, Roma Paşalığından sonra Respublika quruluşu gəlmişdi. Respublika quruluşu Romada neçə il müddət davam etmişdir. 509-cu ildən 27-ci ili çıxdıqda 482 il davam etmişdir. İmperiya dövrünü isə hesabladıqda isə eradan əvvəl 27-ci ilin üstünə 395-ci ili gəldikdə 422 il alınır. Bəzi il hesablamaları vardır ki, onlar bunlardır. Bir qərinə 33 il, bir rüb 25 il, yarım əsr 50 il, bir əsr 100 il, 10 əsr isə 1000 il deməkdir. Hicri era eradan əvvəl 622-ci ildə Məhəmməd Peyğəmbərin müşriklərdən qaçaraq Məkkədən Mədinəyə köç etməsi ilə başlanmışdır. İki cür növ hesablaması vardır. Miladdan Hicriyə keçid, Hicridən Milada keçid. Miladdan Hicriyə keçid aşağıdakı kimidir. Bir il götürək. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Hicri eraya çevirək. 1918-ci ildən çıxırıq 622-ci ili, bərabərdir 1296. 1296-cı ildə 32 bölünür. 39,6 qalır. Cavabın 39,6 alınır və bunu yuvarlaşdırdıqda 40 alınır. 1296-cı ilin üstünə 40 gəldikdə elə 1336. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti hicri tarixlə 1336-cı ildə meydana gəlmişdir. Hicridən miladiyə keçid olsa tam əksinədir. 1336-cı ildən bölürük 33-ə, bərabərdir 40. 1236-cı ildən çıxırıq 40-ı, bərabər 1296. 1296-cı ilin üstünə isə 622-ci ili gəldikdə isə 1918-ci il edir. Əgər iki eyni hadisə eyni eraya aid olduqda, yəni eradan əvvəl baş verdikdə çıxılır. Məsəl üçün 753-cü ildən 509-cu ilə çıxdıqda 144 il. Əgər bir hadisə eradan əvvəl, digər hadisə eradan sonra aid olduqda toplanır. Yəni eradan əvvəl 509-cu ilin üstünə 1918-ci il eramız miladdan sonraki hadisə gəldikdə 2427 il alınır. Eramızda hər iki hadisə eradan sonra aid olduqda çıxılır. Yəni məsəl üçün Azərbaycan Xalq Cümhuriyyətindən neçə il əvvəl Səfəvilər İmperiyası meydana gəlmişdir. 1918-ci ildən çıxır 1501-ci ili, qalıb 417 il əvvəl Səfəvilər dövləti meydana gəlmişdir.